Ondan başqa da indi elə o sözünə qüvvət, onu sən də yaxşı bilirsən, başını özün göndərmişdin Samirə qızımdan. Bəli, sən də bacının zob xəstəliklərində, bax o zob xəstəliklərinin müalicəsində bu dəqiqə ən çox zobdan müraciət edirlər bizə. Çox qəribədir. Elə bil nə qədər zob xəstəsi var imiş. Çox yaygınlaşır. Çox yaygınlaşır. Çox yaygınlaşır. Özdə məktəb uşaqlarında da xeyli var Samir bəy. Təsəvvür elə, indi bunların hamısını sən götürüb əməliyyat eləsən, 7 yaşında uşaq, 9 yaşında uşaq, 100 il yaşayacaqsa 93 il tabletka içməlidir. Sən bunun vaxtında profilaktikasını görsən, gəlib oraya çıxmaz. Və təbii ki, bununla əlaqədar deyil, sənin o söhbətin də maraqlıdır. Deyirdin, biz göndərmişdin, zob xəstəsi, bacının baldızını. Bəli. O nə cür olmuşdu? O nəcür olmuşdu, valla o qədər arıqlamışdı, olmuşdu bir dəri bir sümük. Bir gün orta gəldim, gördüm, valla öləcək, eləyəcək, qalacaq bir üstümüzdə. Bir dəri bir sümük və o klinika sənin, bu klinika mənim. Axırda da mən tövsiyə elədim ki, bir Seyfəddin doktorun da klinikasına aparım, doktor da baxsın buna. Və doktorun o qurbağa müalicəsindən sonra xanım, yalan olmasın, bir 30 kilo çəki artdı o xanımda. Çünki bir dəri bir sümük qalmış. Şimdi ailə qurub, Allah xoşbəxt eləsin, çox gözəl də nəticə aldıq.